Əzəli yurda qayıdış davam edir. Bu dəfə Xocalı şəhəri və Xocavənd rayonunun qəsəbələrinə növbəti köç karvanları yola salınıb. Prosesin təfərrüatını canlı bağlantımızda olan əməkdaşımız Habil Aslanoğlu çatdıracaq. Hər vaxtın xeyirli olsun Habil. Buyur, son məlumatları, informasiyaları səndən alaq. Salam, hər vaxtın xeyir Gülşən. Bəli, sən də qeyd etdiyin kimi bugün işğaldan azad olan azad torpağımıza, Qarabağımıza artıq 60-adək ailə öz dədə-baba yurduna qayıdır. Uzun illərdən sonra böyük qayıdış dövlət proqramı çərçivəsində artıq keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurduna qayıdır. Xocalı şəhərinə bugün 30 ailə 149 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə 91 nəfər artıq öz dədə-baba yurduna qayıdır. Onu da qeyd edim ki, bugün Xocalı şəhərinədir bu qayıdış. Lakin ümumilikdə Xocalı rayonunun 7 yaşayış məntəqəsində artıq 1000-dən çox ailə öz dədə-baba yurdunda yaşayır ki, bunun üçün də Azərbaycan dövləti külli miqdarda vəsait xərcləyərək onların istər fərdi yaşayış binalarının yaxşılaşdırılması və hər cür şəraitlə necə deyərlər, təmin olunması, eyni zamanda səhiyyə ocaqları, təhsil ocaqları, bağçalar, məktəblər də az yaşlı bizim sakinlərimizin ixtiyarına verilib və fəaliyyət göstərilib. Və bunu da qeyd edim ki, 24 saat bura köçən, qayıdan daha doğrusu ailələr qaz, işıq, su və eləcə də rabitə ilə təmin olunur ki, bu da 24 saat fasiləsiz təminat deməkdir. Bəli, artıq Xocalı sakinləri uzun illərdən sonra 30 ailə gördüyünüz kimi bir araya gəlib, birazdan onlar mənzillərinin açarlarını təhvil alacaqlar. Təbii ki, Xocalı sakinləri bildiyimiz kimi ötən əsrin sonunda ən ağır günlərini yaşamışlar, ən ağır faciələrini yaşamışlar, Xocalı soyqırımını yaşamışlar. Ancaq təbii ki, onlar bugün dövlət başçısına və torpaqlar uğrunda canından keçən dövlət başçısına uzun ömür can sağlığı qazilərimizə şəfa diləyirlər və torpaq uğrunda canından keçən şəhidlərimizi də necə deyərlər, minnətdarlıq hissi ilə, duyğusuyla anırlar. Gülşən, birazdan yenə deyirəm, Xocalı sakinləri öz mənzillərinin haçarlarını təqdim edəcək və bundan sonra onlar necə deyərlər, bu ilin Novruz çərşənbələrində öz qazanlarını, ocaqlarını yandırıb və qazanlarını işə salacaqları bayramlarını qeyd edəcəklər ki, bu da təbii ki, çox sevindirici bir haldır. Təbii ki, burada biz çəkilişlər elədik, Xocalı sakinlərindən müsahibələr aldıq, həmsöhbət olduq və onların öz hisslərini, sevinçlərini irəliləyən dəqiqələrdə xəbərlərimizin sonraki buraxılışlarında izləyicilərimizə və sizə çatdırmağa çalışacağıq. Gülşən, bizdən bu qədər, söz sizdə. Təşəkkürlər Habil, ətraflı məlumat üçün.